Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün aprel ayının 12-si, həftənin şənbə günüdür və bu dəqiqə olan bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. Belə ki, sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı xəbər var. Bununla bağlı News 365 saytına deputat Vüqar Bayramov açıqlama verib. O bildirib ki, sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı cənab prezidentin imzaladığı 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə təkliflərin hazırlanması ilə bağlı tapşırıq verilmişdi. Nazirlər Kabineti 3 ay ərzində təklifləri hazırlayıb dövlət başçısına təqdim etməli idi. Təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə verilən vaxt artıq başa çatıb deyə Vüqar Bayramov bildirib. Millət vəkili onda qeyd edib ki, güman olunur ki, Nazirlər Kabineti tərəfindən təkliflər hazırlanıb və dövlət başçısına təqdim olunub. Təbii ki, təkliflərin qiymətləndirilməsi həyata keçirildikdən sonra prosedurlara uyğun olaraq növbəti mərhələdə cənab prezident tərəfindən sənədin imzalanacağı gözlənilir. Bununla da sosial paketin yeni mərhələsində biz sosial müavinətlər və təqaüdlərin artmasını müşahidə edəcəyik. Hansı sosial müavinətlər və təqaüdlər artımının olması isə sənəd imzalandıqdan sonra məlum olacaq. Bunu da Vüqar Bayramov deyib və onu da bildirib ki, bu istiqamətdə həm də büdcə müzakirələrində Milli Məclisə təkliflər təqdim olunub. Eyni zamanda mediada müzakirə aparılıb. Amma konkret olaraq hansı sosial müavinət və təqaüdlərin artırılması sənəd imzalandıqdan sonra bəlli olacaq deyə Vüqar Bayramov bildirib.